Salam. Bugün Ceylan Mumoğlu'nun çox maraqlı bir kitabını İradə ilə Dostlaş ələ alırıq. Məqsədimiz də bu kitabdan sizin üçün ən işə yarayan fikirləri, özünü idarə etmək üçün praktik alətləri çıxarmaqdır. Belə dərin bir müzakirə aparaq. Hazırsınızsa, başlayaq elə. Başlayaq. Kitabın əsas ideyası, baxın, odur ki, potensialımızı tam reallaşdırmaq üçün gərək birinci özümüzü anlayaq, yəni zehnimizin necə işlədiyini. Çünki zehin, bilirsiniz, avtomatik olaraq bizə hədəflərə aparmır. Bu, şuurlu bir səy tələb edir. Fərqindəlik burada açar məqamdır, ilk addım. Mumoğlu zehnimizi çox, necə deyim, canlı bir mənzərə ilə təsvir edir. Sanki içəridə iki fərqli kral var. Biri Kral Limbik. Bəli. O, intuitiv, ani reaksiya verən, sağ qalmağa fokuslanan tərəfimiz. Digəri isə Kral Prefrontal Korteks. Məhz. O daha düşüncəli, məntiqli, biraz daha yavaş işləyən hissə. Və bu krallığın başında əsas figur sizsiniz, yəni. Dinləyici, şuurlu idarə etmə gücü olan imperator. Bu metafora həqiqətən gündəlik həyatımızı başa düşmək üçün çox güclüdür. Baxın, adi avtomatik reaksiyalarımız. Deyək ki, təhlükə anında geri çəkilmək. Bu, Kral Limbikin işidir. Amma, məsələn, mürəkkəb bir iş planı qurmaq, uzun müddətli bir hədəfə çatmaq üçün artıq Kral Prefrontal Korteksin dövrəyə girməsi lazımdır. Deməli, əsas məsələ odur ki, imperator olaraq biz hansı kralın nə vaxt, necə deyərlər, sükan arxasında olacağına qərar verə bilərik. Tamamilə. Bu, elə iradənin özüdür. Şuurlu seçim bacarığı. Kitabda da vurğulanır axı, uğura gedən yolda istedaddan daha çox, o davamlı səy, yəni əzm, qərarlılıq önəmlidir. El arasında da deyirlər, daşı dələn suyun gücü deyil, damlaların davamlılığıdır. Sıfırdan başlayıb zirvəyə çatanlar bunu sübut edir. Mumoğlu'nun özü də buna gözəl nümunədir. Bəs elədir. Və Mumoğlu bu əzmi, iradəni dəstəkləmək üçün çox konkret, praktik üsullar təklif edir. Məsələn, o elektrik açarı dediyi vizuallaşdırma texnikası var. O necə işləyir? Bu şey kimidir. Zehninizi şuurlu şəkildə sakit, gündəlik insan rejimindən, buna yaşıl işıq deyir, tam fokuslanmış, enerjili, çətinliklərə hazır monster rejiminə qırmızı işıq keçirmək. Çətin bir işə başlamazdan əvvəl bu savaş rejimini aktivləşdirmək çox kömək edə bilər. Bir növ özünü hazırlamaq. Bu çox maraqlıdır. Çünki bəzən elə sırf başlamaq üçün o ilk təkanı tapmaq çətin olur, ha? Bəli, bəli. Başqa bir təsirli üsul kimi özünlə müqabilə bağlamaqdan danışır. Bu, deyəsən, xüsusilə pis vərdişlərdən qurtulmaq və ya yeni bir rejimə başlamaq üçün yaxşıdır. Elədir. Çox praktikdir. Qısa müddətli yazılı bir öhdəlik götürürsən, uğur qazansan özünə bir mükafat, uğursuz olsan əvvəlcə də müəyyən etdiyin bir cəza, məsələn, xeyriyyəyə ianə etmək kimi. Hətta orada simbolik bir addım da var, Kral Limbiki də razı salmaq üçün qırmızı mürəkkəblə barmaq izi qoymaq kimi. Gülməli səslənə bilər, amma işləyir. Bu üsul əslində davranış psixologiyasına əsaslanır. Aydın hədəflər, öhdəlik, bir də nəticələr, yəni mükafat və ya cəza. Bunlar iradəni möhkəmləndirir. Bu birbaşa iradəyə yönəlikdirsə, başqa bir yanaşma var ki, o motivasiyanı dolaylı yoldan artırmağa kömək edir. Buna da özünü haqlamaq, hack yourself deyir. Özünü haqlamaq, bu necə olur? Əgər gördüyünüz iş sizə çox darıxdırıcı gəlirsə, motivasiyanız yoxdursa, onu daha böyük, sizin üçün şəxsən məna kəsb edən bir missiya ilə əlaqələndirirsiniz. Məsələn, tutaq ki, sıxıcı bir hesabat hazırlamalısınız. Bunu, bu iş sayəsində qazandığım pullan ailəmə dəstək oluram və ya bu bacarığı öyrənmək gələcək karyeram üçün vacibdir kimi daha ali bir məqsədə bağlamaq. Yəni, inancımızı dəyişirik. Aydındır. Baxış bucağının gücü doğrudan da inanılmazdır. Kitabda Paralimpiya çempionu Sümeyyə Boyacının hekayəsi də var. Bu da dediyinizə gözəl nümunədir. Bəli, çox təsirli hekayədir. Dəyişdirə bilməyəcəyimiz şərtləri qəbul edib, enerjimizi idarə edə biləcəyimiz sahələrə yönəltməyin vacibliyini göstərir. Onun sözləri çox güclüdür. Mən sistemi dəyişdirə bilmərəm, amma baxış bucağımı dəyişdirib davam edə bilərəm. Tamamilə. Bu əslində iradənin başqa bir tərəfidir. Qəbul etmək və uyğunlaşmaq. Bu təslim olmaq deyil, əksinə enerjini doğru yerə yönəltməkdir və bu da iradə tələb edən bir bacarıqdır. Deməli, belə yekunlaşdırsaq,
Ceylan Mumoğlu'nun kitabından çıxardığımız əsas məqamlar bunlardır. Özümüzü dərindən anlamaq, o imperator və krallar metaforusu ilə. Bəli. İradəni əzmlə gücləndirmək, elektrik açarı kimi vizuallaşdırmalarla zehnimizin vəziyyətini idarə etmək. Məhz. Sonra özünlə müqavilə kimi konkret öhdəliklər götürmək və özünü haqlamaqla motivasiyanı artırmaq. Və əlbəttə, qəbul etmək və davam etmək bacarığı. Bəli, kitabın da mesajı çox aydındır. Öz taleyini dəyişmək sənin əlindədir. Bu, Mumoğlunun təlqin etdiyi əsas gücdür. Bütün bunlardan sonra icazənizlə dinləyicimizə kiçik bir düşüncə toxumu əkim. Bugün eşitdiyiniz bu alətlərdən, bu yanaşmalardan hansı biri sizin həyatınızda, hətta çox kiçik bir sahədə belə ilk addım ola bilər? Yəni, hansı kiçik bir müqavilə, hansı elektrik açarının yandırılması və ya hansı yeni baxış bucağı sizin üçün ən böyük fərqi yaratmağa başlaya bilər? Bu barədə düşünməyə dəyər.